hal-hazırda 10. Codera 10.6-nın alqoritm mövzusunun suallarının izahını verəcəm sizə. İlk öncə başlayırıq. Ümumiyyətlə bu 10.6-nın suallarını niyə xoşlayıram? Çünki bu suallar qəbul suallarına daha yaxındır. Demək olar ki, qəbulda bu tip suallar düşür alqoritmdən. İlk öncə baxırıq. Burada deyir ki, B dəyişəninin son qiyməti 41-dir. Əgər B dəyişəninin son qiyməti 41-dirsə, deməli A üstəgəl B ifadəsinin qiyməti 41 olacaq. Bərabərdir 41. Biz bildiyimiz kimi bu A bunun əvəzində dayandığı üçün A-nın yerinə B üstəgəl A üstəgəl B bərabərdir 41 yazarıq. Aha, yazdıqdan sonra və bunun yerində də A üstəgəl 10 olduğu üçün B-nin əvəzinə yazıram A üstəgəl 10 üstəgəl A üstəgəl 10 bərabərdir neçə? 41. Aha. Buradan 3A üstəgəl 20 bərabərdir 41. A da bərabərdir 7 olacaq. Bizdən də A və B-nin ilkin qiymətlərini soruşur. Əgər A burada 7-dirsə, B üstəgəl 8 bərabərdir 7. B bərabərdir -1 olar. Yəni cavabımız olacaq 7 -1. Gəldik ikinci suala. İkinci tip sualı 2, 3, 4 tipli suallarda biz bilirik ki, əgər verilən şərtlər, yox, ikinci sual ona aid deyil. İkinci sual sadədir. A 5-dirsə, B 5-dirsə, bu şərtlərdən hansını ödəyir? Baxaq, A B-dən böyükdür, xeyr. B A-dan böyükdür, xeyr. A B-yə bərabərdirmi? Bəli, 5 5-ə bərabərdir. Onda biz A vurulsun B-ni taparıq. O da eləyir 5 vurulsun 5, 25. Gəldik üçüncü suala. Üçüncü sualda nədir? Aşağıdakı funksiyanın qiymətini hesablamaq üçün blok sxem qurduqda şərt blokundan ən azı neçə dəfə istifadə olunacaq? Aha, 3, 4, 5, 5-ci suallarda məsələlərin həllinə necə baxırıq uşaqlar? Deməli, biz demişdik ki, əgər şərt mənfi sonsuzluqdan müsbət sonsuzluğa, şərtdə verilən ədədlər mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər bütün, yəni bu sonsuzluğa daxildirsə, onda biz şərtlərin sayından 1 çıxacağıq. 1, 2, 3 dənə şərtdirmi? Onda neçə dəfə icra olunacaq? 2 dəfə icra olunacaq. Gəlin birinci baxaq buna. X deyir 6-dan böyükdür. Deməli, nə olacaq? 6-dan müsbət sonsuzluğa. X 6-ya bərabərdir, bir dənə 6 daxildir, bir də mənfi sonsuzluqdan 5-ə. Aha. Baxın uşaqlar, burada mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün ədədlər daxil olunur. 6 var, bəli, 6-nı burada veribdir. Burada da kiçik bərabər olduğu üçün 5 də daxildir. Deməli, 5 də, 6 da və mənfi sonsuzluqdan müsbət sonsuzluğa olan bütün ədədlər də daxil olduğu üçün biz bu 3 şərtdən, yəni 3 saydan 1 çıxacaq, olacaq 2 dəfə ödənilir. İndi gələk 4-cü suala baxaq. Burada nə deyir? X 10-dan böyükdürsə, 10-dan müsbət sonsuzluğu olacaq. Mənfi sonsuzluqdan 6-ya. Burada isə 6-dan 10-a qədər bütün ədədlər daxildir. Həm də 6-nın özü də daxildir. Onun özü də daxildir. Deməli, burada da yenə mənfi sonsuzluqdan müsbət sonsuzluğa olan bütün ədədlər var. Şərtimiz 3 dənədir. Deməli, biz qaydada nə deyirik? Şərtlərin sayından 1 çıxırıq. 3 çıxılsın 1 bərabərdir 2. Gəldik 5-ci suala. 5-ci sualda nə deyir? Yenə deyir, ən azı neçə dəfə blok sxemdən istifadə olunar. Burada 10-dan müsbət sonsuzluğadır. Mənfi sonsuzluqdan 6-ya. Burada isə 6-dan 6 ilə 10 arasındadır, amma 10 daxil deyil. Bax, 6 daxildir, 7, 8, 9. Amma 10 yoxdur. Ona görə də deməli bizdə burada 2 dənə şərt ödəyir. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün ədədlər daxil deyil. Görürsüz, 10 yoxdur. Əgər burada kiçik bərabər olsaydı 10 olardı. 10 olmadığı üçün deməli biz bu şərtlərin sayını olduğu kimi saxlayacağıq. 3 dənə şərt var. Olacaq 3, ən az 3 dəfə istifadə olunacaq. Deməli bu məsələlərdən 3, 4, 5 tipli misallardan nə çıxdı? Əgər
ədədlərdən, yəni şərtin hamısı ödənilirsə, belə deyim, şərtin sayından 1 çıxacaq. Yox, ödənilmirsə, neçə şərt varsa, deməli blok sxem o qədər, şərt blokundan o qədər istifadə olunacaq. Gəldik 6-cı suala. Sadə bir sualdır. A 25-dir, B 20-dir. Baxırıq. A B-dən böyükdür. Bəli, böyükdür. Onda A-nın qiyməti olacaq. A bərabərdir. A üstə gəl 2B. A-nın qiyməti 25. Üstə gəl 40. Elədi 65. Aha. C də bərabər olacaq. 2 vurulsun 65. Üstə gəl B. B-nin qiyməti neçə idi? 20. Cavab oldu 150. Sonra 7-ci sual. Alqoritmin fraqment icrası nəticəsi A dəyişəninin son qiyməti nə olacaq? Gəlin baxaq. A 12-dir, B 24-dür. 12 24-dən böyükdürmü? Xeyr. Yoxa gəlirik. Onda A bərabər olur. 12 üstə gəl 3. 15. B də bərabər olacaq. B çıxılsın 1, yəni 24 çıxılsın 1, 23. Sonra yenidən qalxdıq, dövr elədik şərt hissəsinə. A-nın yeni qiyməti 15-dir, B-nin yeni qiyməti 23-dür. 15 23-dən böyükdür. Xeyr. Onda A bərabər olacaq. 15 üstə gəl 3, 18. B bərabər olacaq 22-yə. Sonra düşdük. Təzədən yenə qalxırıq. 18 22-dən böyükdürmü? Xeyr. A bərabər olacaq 21. B bərabər olacaq 21-ə. Aha. 21 21-dən böyükdürmü? Yenə də yox. Yəni şərtləri bir-bir yoxlamalıyıq uşaqlar. 21 21-dən böyükdür. Yox. A bərabər olacaq 24. B də bərabər olacaq 20-yə. Aha. A B-dən böyükdürmü? Yəni 24 20-dən böyükdürmü? Hə, həyə gedir. Nəyi soruşur bizdən? A-nın qiyməti. Cavab nə olacaq? 24. Gəldik 8-ci suala. Burada deyir S dəyişəninin sonuncu qiymətini tapın. Gəlin baxaq. Çox sadə sualdır. S 0-dır, K 1-dir. S bərabər olacaq. S üstə gəl K, yəni 0 üstə gəl 1. Neçə elədi? 1-ə. K da bərabərdir. K üstə gəl 1-ə. Yəni 1 üstə gəl 1 bərabərdir 2. Gəlirik. K ilə N-i müqayisə edir. 2 5-dən kiçikdirmi? Hə, qalxdıq yuxarı. Yenidən S-in qiymətini, yeni qiymətini tapırıq. S bərabərdir. S üstə gəl K, yəni 1 üstə gəl 2 elədi 3. K da bərabərdir. 2 üstə gəl 1 3. Yenə K-nı N-lə müqayisə edirik. 3 5-dən kiçikdirmi? Hə, yenidən qalxırıq. Dövr eləyirik. S bərabər olacaq. 3 üstə gəl 3, yəni K üstə gəl S. Elədi 6. K da bərabər olacaq 4-ə. Yenə müqayisə eləyirik. 4 5-dən kiçikdirmi? Hə, yenidən dövr eləyir. 6 üstə gəl 4. 10. K bərabər olacaq 5-ə. Aha. 5 5-dən kiçikdir, bərabərdirmi? Hə. Yenidən qalxırıq. S bərabər olacaq 15-ə. K bərabər olacaq nəyə? 6-ya. 6 5-dən kiçikdirmi? Yox. Onda S-in sonuncu qiyməti olacaq 15. Gəldik 9-cu suala. Çox sadə sualdır. M 4-dür. 4 ilə 1-i müqayisə edir. 4 1-dən S-dən böyükdürmü? 4 1-dən böyükdürmü? Hə. Onda S-in qiyməti bərabər olacaq. S üstə gəl. Yəni 1 üstə gəl. S vurulsun M. 1 vurulsun 4-ə. Elədi 5. Aha. M də bərabər olacaq. 4 üstə gəl 6. Elədi 10. İndi yenidən M-dən S-i müqayisə edirik. M S-dən böyükdür. Hə. S bərabər olacaq. Bizdən S-in qiymətini soruşur. Aha. S bərabər olacaq. S üstə gəl, yəni 5 üstə gəl. 5 vurulsun 10, 50. 55. M də bərabər olacaq 16. Yenidən müqayisə edirik. 16 55-dən böyükdür? Xeyr. Onda S-in sonuncu qiyməti necə idi? 55. 55 çapa veriləcək. Gəldik 10-cu suala.
Aha. 10-cu sualda yenə çox sadə sualdır. M 1 6-dan böyükdürmü? Xeyr. M bərabər olacaq. M üstəgəl 2, yəni 3-ə. S də bərabər olacaq. S üstəgəl 1, yəni 7-yə. Aha. Deməli biz nə qədər ki M S-dən böyük olacaq, onda H-də çıxış verib M-in üzərinə M bərabərdir S üstəgəl M tapıb N-in qiymətini taparıq. Yenidən şərt blokuna gedirik. 3 7-dən böyükdür, yox. M bərabər olacaq 5. Belə yazıram ki, daha bir də hesablamayaq. S 8 olacaq. Təzədən dövr eləyir. 5 8-dən böyükdür, xeyr. Onda 7 9 olacaq. 7 9-dan böyükdür, xeyr. Olacaq 9 10. Aha. 9 10-dan böyükdürmü? Xeyr. Olacaq burada 11 11. Aha, 11 11. 11 11-dən böyükdür, bərabərdirmi? Hə. Aha, bərabərdirsə, sonda deyir M-dən S-i topla. 11 üstəgəl 11 bərabərdir 22. Sonra gəldik 11-ci suala baxaq. Algoritmin icrası nəticəsində tapaq C-nin son qiymətini. A, B, C verilibdir. B böyükdürmü 5-dən? Hə. A bərabər olacaq. A vurulsun 2, yəni 1 vurulsun 2. Elədi 2. B də bərabərdir. 12 çıxılsın 2. Elədi 10. Yenidən dövr eləyirik. 15-dən böyükdür. Hə. A bərabər olacaq. A vurulsun 2. 4 olacaq cavab. B-nin də qiyməti olacaq 8. 8 yenə 5-dən böyükdürmü? Hə. A olacaq 8. B olacaq 6. Yenə baxırıq. B 6 5-dən böyükdürmü? Hə. A olacaq 16. B olacaq 4. Aha, indi baxırıq. 4 5-dən böyükdürmü? Yox. Bizdə də C bərabərdir. C üstəgəl A. C neçədir? 15. A-nın sonuncu qiyməti neçə idi? 16. 15 üstəgəl 16 bərabərdir 31-ə. Aha. Gəldik 12-ci suala. Algoritmin fraqmentinin icrası nəticəsi B dəyişəninin son qiymətini müəyyən edin. Yenə də həmin qaydadır. A 12-dir, B 18-dir. Bu misalları işləyən zaman mütləq şəkildə səbirli olmaq lazımdır. Çünki müəyyən bir səbir lazımdır ki, sona gətirib çatdırasınız algoritmi. 12 18-dən böyükdürmü? Xeyr. Onda A bərabər olacaq 14. B bərabər olacaq 19-a. Aha. 14 19-dan böyükdürmü? Yox. Onda A 2 dəfə artacaq, B 1 dəfə. Baxırıq. 16, B neçə oldu? 20. 16 20-dən böyükdürmü? Xeyr. Olacaq 18. B olacaq 22. Yox, 21. Aha. Yenə 18 21-dən böyükdürmü? Xeyr. A olacaq 20. B olacaq 22. 20-22-dən böyükdürmü? Xeyr. 20-nin üstünə 2 gəlsən 22. Bu olacaq 23. Yenə 22 üstünə 2 gəlirsən 24. 23 də olacaq 24. Nəysə səhv elədim deyəsən. 1 artır. Burada nəysə səhv elədim. 24 24-dən böyükdür. Yox. Aha. 26. Yox, düzdür, gedirik. 24-ün üstünə 5 25. 26 25-dən böyükdürmü? Hə. Onda B-nin qiyməti çapa veriləcək 25. Gəldik 13-cü suala. 13-cü sualda nə deyir? Algoritmin fraqmenti icrası nəticəsində kompüter neçə dəfə ifadəsi neçə dəfə çapa veriləcək? I 0-dır uşaqlar. 0 100-dən kiçikdir. Hə, bu bir dəfə çap olundu. Deməli, gəlin belə bir şey eləyək də. Neçə dəfə yəni bir hesablayaq, yaxşı. I 0-dırsa, 0 100-dən kiçikdir. Hə, kompüter sözü bir dəfə çap olundu. Gəldik. 0-ın üstünə 20 gəldik, elədi 20. Bu bir dəfə çap olundu. Sonra döndük, dövr elədik. 20 100-dən kiçikdirmi? Hə, bir dəfə çap olundu. 20 üstünə 20 gəldin, elədi 40. Aha. Sonra 40 100-dən kiçikdirmi? Hə. Gəlirən 40-ın üstünə 20 gəldin, elədi 60. Təzdən dövr elədin. 60 100-dən kiçikdir. Hə. 60 üstünə 20 gəldin, elədi 80.
Yenidən dövr elədin. 80 100-dən kiçikdir. Hə, 80 üstə gəl 20, elədi 100. Aha. Sonra təzədən yenə dövr edin. 100 100-ə kiçikdir, bərabərdirmi? Hə. 100 üstə 20 gəldin, elədi nə? 120. Bu qədər. 6 dəfə dövr elədi. Daha doğrusu 6 dəfə kompüter çapa verildi. 14-cü suala baxırıq. 14-cü sualda nədir? Deyir ki, S bərabərdir 1, 3, 5, 7 ədədlər 2, 2 artır. Hesablanmasının blok sxemində o sual işarəsi əvəzinə uyğun olaraq yazıla bilən ifadələri müəyyən edin. Gəlin baxaq. Əgər burada 49-a qədər deyirsə, bu olmaz. Çünki 2, 2 artır n. Deməli, birinci olacaq uşaqlar. N 2, 2 artır və 49-dan kiçikdir. Deməli, 47-dir ki, 47-nin üstünə 2 gəlib olub 49 və 49 da bura daxil olunur. Sonra, bu da ola bilər. N-in sonuncu qiyməti 47-dir. 47-nin üstünə 2 gəldi, elədi 49. Sonuncu qiymətə baxırıq əsasən. Bir də bu deyil, bir-bir artmır. Bir-bir artmalar olmur. Gəlirik bundan buna baxaq. Uşaqlar, 49-un özü aid olmaz. Çünki 49-un üstə 2 gəlsək, artıq bizə 51 verəcək. Bu bizim hasilimizə aşır. Ona görə də burada n kiçikdir 48. Onda 48-dən kiçik ədəd 47-dir. 47-nin üstünə də 2 gəlir, eləyir 49. Deməli, burada nəticə nə oldu? 1, 2, niyə belə yazırıq? Aha, 1, 2, 5. Sonra gəldik 15-ci suala. 15-ci sualda nədir? Alqoritmin fraqmentinin icrası nəticəsində A dəyişəninin son qiymətini tapın. A 45-dir, B 24-dür. Çox sadə sualdır. A B-dən böyükdür. Hə, A bərabər olacaq 40-a. Yenidən dövr elədi. 40 24-dən böyükdür. Hə, A bərabər olacaq 35-ə. Bu məncə, belə deyim də, dövr eləyəcək. Dövrün sayı ilə yazmaq olar, amma yenə də 35 24-dən böyükdür. Hə, A olacaq 30. 30 24-dən böyükdür. Hə, A olacaq 25. 25 24-dən böyükdür. Hə, A olacaq 20. Aha, 20 24-dən böyükdür. Yox, A-nın sonuncu qiyməti oldu 20. İndi gəldik 16-ya baxaq. A, B, C, D, Y, K hərflərinin yerinə yazılacaq uyğun ifadələrə əsasən uyğunluğu müəyyən edin. Aha. Uyğunluğu müəyyən edir deyirsə, bizdə nə deyir? Baxaq. Bütün iki rəqəmli tək ədədlərinin hasilinin hesablanması. Belə deyəcək, belə olacaq da. A-nın yerində n bərabərdir 10, S bərabərdir 0, belə durur. C-nin yerində n kiçikdir 99. Gəlin birinci buna baxaq görək. Bu nəyi hesablaya bilər? 1-dən 99-a qədər ədədlərin cəminin hesablanması çox güman ki, bu olacaq. 100 daxil deyil, 99 daxildir. Deməli, üçüncüdə olacaq Y. Qaldıq Z-dən X-a baxaq. Bütün iki rəqəmli cüt ədədlərinin cəminin hesablanması. Cüt ədədlər deyirsə, cəm hesablanması deyirsə, aha, avtomatik olaraq uşaqlar hasildən söhbət gedirsə, bax budur. S bərabərdir S vurulsun n. Tək ədədlər hasil deyirsə, burada vurma var. Deməli, bura X uyğun gələcək, burada Z. Vəssalam. Çox sadə sualdır. 17-ci suala baxaq. 17-də nə deyir? Deyir ki, fraqmentin nəticəsində C-nin qiymətini tapın. A 5-dir, B 20-dir. 5 20-dən böyükdürmü? Yox. Onda B bərabər olacaq. Adi sadə hesablamadır. 3 vurulsun 20. Üstə gəl. 3 vurulsun 5. 60 üstə gəl 15 elədi 75. Düşdük aşağı. C-nin qiymətini tapır. A üstə gəl B. A neçədir? 5. 5. Üstə gəl 75. Çox sadə sualdır uşaqlar. Üstə gəl 11. Elədir 91. Bu qədər sadə. Gəldik 18. Aha. 18-ci sualda, aha, 18, 19, 20 tipli suallar qəbul tipli suallardır.
Gəlin baxaq uşaqlar, bu tip suallarda nə edirik? Biz birinci neçə dəfə dövr eləyər ona baxırıq. Birinci bax bu dövr hissəsi neçə dəfə olubdursa ona baxacağıq. Çıxış dəyər olaraq 114 verilib. Deməli bizdə x-in son qiyməti 114 verilibdir və ilkin qiyməti də 6-dır. Mən bu ifadəmdən x-in yerinə yazıram. Bax 6 üstə gəl 12 6-nın üstünə neçə dəfə 12-ni gəlinmişik ki 114 alınıbdır. Yazıram 12 dövrün sayını hesablayıram da, yəni vurulsun n bərabərdir 114. Aha. 12 n bərabərdir 108. N də bərabər olacaq uşaqlar. N götürməyək. Çaşdırmasısı k götürək. K da bərabər olacaq burada 9-a. Vəssalam. Deməli biz 9 dəfə dövr eləmişik. Bu 9 dəfə şərt blokdan istifadə edin. K 9-dursa əgər bizdən soruşursa ən kiçik qiymətini m-in üzərinə biz deməli n-i 9 dəfə gələrik ki, sonda nəticəmiz bax bu alınır. Başa düşdünüz bunu? Yoxsa yox? Bir də baxın. Baxın. Yazacağım burada m-in qiyməti neçədir? 46. Üstə gəl 46-nın üzərinə 9 dəfə n gəlibdir. Burada artıq kiçikdirsə ən kiçik qiymət dediyi üçün işarə dəyişir. Tamamilə olacaq bu formada. N-in qiyməti də n böyükdür bərabər olacaq 217 və ən kiçik qiymət deyirsə 217-nin özü olacaq. Sonra gələk 19-a. 19-da nə deyir? Deyir ki, alqoritm blok sxemində icrasından sonra çıxışa 125 ədədi verilib. Çıxışa 125 ədədi verilibsə, deməli S-in qiyməti 125-də. Baxın uşaqlar, S bərabərdir, S vurulsun 5-dir. Düzdürmü? Biz buradan K-nı tapa bilərikmi? Bəli, tapa bilərik. Yəni, bu neçə dəfə dövr eləyibdir? S, yəni, S-in ilkin qiyməti 1-dir. 1 vurulsun 5 neçə dəfə dövr eləyibdir burada? Bir dəqiqə. Burada vurma deyirsə əgər 5 üstü K götürəcəyik. K-nı 3 götürsək. Bir dəqiqə 3 götürsək. Bir dəqiqə 1 vurulsun 5 vurma olduğu üçün K bərabərdir 125-ə 500. K oldu 3. K oldu 3-dürsə, onda deməli bir dəqiqə uşaqlar. Bu sualın izahını axırda göndərəcəm sizə.